Hər vaxtınız xeyirli olsun, dostlar və qardaşlar. Bu günləri, bəli, yanlıdır. Bu günləri mən sizə Xırdalan şəhərində 1,5 sotun içində, deməli 3 otaqlı, 7 daş kürsüdə olan Kupçalı həyət evimizi nə edirik? Çəkib təqdim edirik, qardaş. Bura onun padval hissəsidir, belə padval. İstili sistemi kombidir. Sənəd əsas odur ki, Kupçadır. Bura padval hissəsidir. Burada artıq əşyalarınızı yığa bilərsiniz. Keçdik yuxarı, kürsüdür, gəl. Deməli, 7 daş kürsüdür. Burada da stol qoyub otura bilərsiniz. Keçək evin içərisinə. Bura koridor sistemidir, bax bu cür, koridor sistemidir. Ev cütdaşla, şəxsi tikilidir. Burada bir dənə gir ora zal hissəsidir. Bura zal hissəsidir. Bax, belə bir geniş, işıqlı, əla təmirli zalıdır. Bura bax, qoşa daşla bilinir. Stili sistemi, kombi, aparatı, radiatoru, hamısı hazır vəziyyətdədir. Ev yaşayışlı evdir. Yenə deyirəm, Xırdalanda 5 nömrəli məktəbdən yuxarı hissədir. Bura mətbəx hissəsidir. Normaldır, mətbəxi də normaldır. Oturmaq üçün yeri də var və görürsünüz. Sanitar qoğuşağıdır. Evimiz, bax, sanitar. Bəzi əşyalar evdə qalacaq, ev sahibi özü deyəcək. Nə qalırsa, qiymətini də açıqlayacaq. Bura səhv eləmirəm, uşaqlar üçün yataq otaqdır, amma iridir. Haradasa 15-16 kvadrat var. Pəncərəsinin ağzından da görürsən, açıqlıqdır. Haradasa 1,5 metr da qonşunun divarının arası var. Ola bilər videoda bəlkə yaxın görsən, amma çox aralıdır. Gəl bura, gəl buradan da bir dənə çək, qardaş. Burada bir yataq otağı. Deməli, 3 otaqlı, Xırdalan şəhərində 3 otaqlı həyət evimiz Kupçalı, 7 daş kürsüdə. Gəl, qardaş, gəl bura. Allah. 7 daş kürsüdə, 3 otaqlı Kupçalı həyət evimiz Xırdalanda 5 nömrəli məktəbdən yuxarı hissədə. Qiymətə bax, 1,5 sotun içində 2 maşınlı həyəti var. Qiymət 86.000 manat. Real müştəri olarsa ev sahibinə qiymətdə danışacaq. Narahat olmayın. Hər şey razılaşma əsasında olur. Kanalımıza abunə olun, videonu bəyənin. Sağ olun, minnətdarım izlədiniz.